Salam, hörmətli icraçı. Əgər bilməzsiniz ki, sizə pensiya və ya əyri təyin etmək imtina edilməsə, hansı halda məhkəməyə müraciət edə bilərsiniz, onun əsasları nədir və qaydası necədir məhkəməyə müraciət etmək. Eyni zamanda əgər əyri sizə təyin olunubsa, pensiya təyin olunubsa, kəsilirsə, o halda da məhkəməyə müraciət etməyin əsasları hansıdır və qaydası necədir. Diqqətlə baxın, hər şey sizə aydın olsun, hörmətli icraçı. Mən hüquqşünas Zaur Seyidzadə, hüquqşünas kimi, əyri arabasında olan şəxs kimi, eyni zamanda əyri təşkilatının rəhbəri kimi öz təcrübəmi sizinlə bölüşəcəyəm ki, siz hansı halda məhkəməyə necə müraciət edə bilərsiniz. Zəhmət olmasa videonu bəyənin, kanala abunə olun, daha çox şəxsin bu barədə xəbər olsun. Eyni zamanda ona görə abunə olun ki, mən dünyanın 40 tanınmış əyriləri haqqında kitab hazırlamışam. Motivasiya kitabı 20 manat satıram. Zəhmət olmasa bəyənin ki, qoy hamı bilsin. Dəstək olar bir-birimizə. Eyni zamanda siz bir daha bəyənməklə bir köpək kanala dəstək olmuş olursunuz. Mən də həmin pulu yığıb, hörmətli icraçı, yerə götürmək istəyirəm. Həmin əyri dostlarıma əyri işini satıb, həmin hüquqi yardım göstərib, bir-birimizə dəstək ol. Bu videoda mən baxan çox olacaq. Ona görə 1000 bəyənmə, 200 abunə gözləyirəm, hörmətli icraçı. Və yəni keçən mövzuya. Hansı halda məhkəməyə müraciət edə bilərsiniz? Pensiyanın və əyrinin təyinatı ilə bağlı. Deməli, birinci onu qeyd edin ki, məhkəməyə müraciət etmək hörmətli icraçı havaydır. Havay deyəndə məhkəməyə dövlət rüsumu ödəmirsiniz. Yalnız vəkil müraciət edirsinizsə və ya kiməsə ərizə yazdırırsınızsa, hörmətli icraçı onun pulunu ödəyirsiniz. İnzibati məhkəmədə işə baxılması havaydır. Nəzərə alın, mütləq qaydada. Hörmətli icraçı. Deməli, məsələ belədir. Söhbət gedib pensiyadan. Sizin 25 il əmək stajı varsa, sizə deyirlər ki, pensiya düşmüsə, o halda məhkəməyə müraciət edə bilərsiniz. Və ya 25 il əmək stajı yoxdursa, hörmətli icraçı, 2006-dan 2018-ə qədər işləmişsinizsə, yəni sizə imtina verilərsə, məhkəməyə müraciət edə bilərsiniz. Nəzərə alın, digər hallarda var. Videonu bəyənin, qoy hamı bilsin, qeyd edirəm. Əgər birinci qrupaya qulluq eləmişsinizsə, o da əmək stajına daxildir, hörmətli icraçı. Ona da imtina verə bilməzlər, nəzərə alın, mütləq qaydada. Eyni zamanda qadınlar ağır şəraitdə 10 il işləyibsə kişi, 12-6 ay işləyibsə, vaxtından əvvəl pensiya çıxa bilər. 8 yaşı tamam olmamış birinci qrupaya qulluq eləmişsinizsə, vaxtından 5 il əvvəl pensiya çıxa bilərsiniz. Nəzərə alın, bu yalnız 8 yaşına qədər olan uşaqlara aiddir. 8 yaşından sonra qulluq edirsinizsə, bu şamil olmur vaxtından əvvəl pensiya çıxmağa. Amma staj sayır, iş təcrübəsi sayır, hörmətli icraçı, nəzərə alın. Eyni zamanda 5-dən artıq uşağınız varsa, əmək stajı sayır və 5 il tez çıxa bilərsiniz. Məsələn, bir xanım 2 dəfə ayrı qrupsa, bir yoldaşına 2 uşağı varsa, bir digər yoldaşına 3 uşağı varsa, bu da sayır, nəzərə alın, hörmətli icraçı. Belə hallar var. Və digər qanunvericidə hallar var ki, əsas verir ki, pensiya çıxmağa. O barədə mənlə əlaqə saxlaya bilərsiniz, qeyd olun telefon nömrəsinə, suallarınızı səslə WhatsApp-a göndərməklə, hörmətli icraçı. Və keçək əyriliklə ilə bağlı, hörmətli icraçı, onu da qeyd edən videonu bəyənin, zəhmət olmasa və abunə olun. Qoy daha çox şəxs bu barədə xəbər olsun. Hansılardır? Əyrilik dərəcəsinin təyin olması üçün bir neçə şərt var, hörmətli icraçı. Onlardan birincisi, nəzərə almaq lazım ki, sizdə olan xəstəlik belə deyək də, hörmətli icraçı, əyrinin təyin olması meyarı haqqında siyahıda qeyd olunsun, mütləq qaydada. Və digər şərtlər də var, onu qeyd edirəm. Digər şərt ondan ibarətdir ki, 6 aydan 12 aya qədər müalicə almalısınız. Əgər xəstəxanada müalicə almışsınızsa, çıxdıqdan sonra 6 ay ərzində müalicə almalısınız. Əgər xəstəxanada müalicə almışsınızsa, ev şəraitində müalicə almışsınızsa, 12 ay ərazi üzrə poliklinikada həkim nəzarətində olmalısınız, mütləq qaydada, hörmətli icraçı. Və digər şərt ondan ibarətdir ki, sizdə olan xəstəlik sizin əmək qabiliyyətinə təsir etməlidir, hörmətli icraçı. Əsas şərtlərdən biri budur. Və keçək bəy, hörmətli icraçı, qaydalara necə müraciət edə bilərsiniz. Əgər pulunuz yoxdursa ərizə yazmağa, ərizəni sadə qaydada yazırsınız və ərazi üzrə inzibati məhkəməyə aparıb verirsiniz müəyyən sənədlərlə. Bu belə deyəm, sizin xəstəlik təsdiq edən sənədlər ola bilər və digər sənədlər ola bilər.
pensiyanla bağlı müraciət etdikdə həmin stajı qeyd olunan həmin kitab satışı və digər arxiv sənədləri ola bilər. Eyni zamanda evin dərəcəsindən bağlı müraciət edirsinizsə, xəstə ilə bağlı olan sənədlər ola bilər. Həmin məktubu iddia edəcəksən. Siz həmin poçtla göndərə bilərsiniz, həmin aparıb məhkəməyə verə bilərsiniz, həmin elektron qaydada yəni verə bilərsiniz, hörmətli icracı. Yəni baxın sizin işləriniz necədir, sizə yəni necə rahatdır. Əgər yaza bilmirsinizsə ərizəni kiməsə yazdıra bilərsiniz, hazır aparıb verə bilərsiniz, hörmətli icracı. Bu da alınmasa vəkil tuta bilərsiniz əgər istəyirsinizsə. Ya vəkil tutmaq istəmirsinizsə, yaxın qohumlarınıza etimadnamə verə bilərsiniz. Yaxın qohum kimdir? Ata, ana, bacı, qardaş, oğul, qız, ər-arvad. Bunlara etimadnamə verə bilərsiniz, hörmətli icracı. Nəzərə alın mütləq qaydada ki, bu əsas verir siz müraciət edirsiniz. Amma məhkəmə hansı qərarı çıxartdısa, o qərardan apellyasiya şikayəti vermək üçün mütləq qaydada ya sizin Hasan imza olmalıdır, ya da vəkil orderi olmalıdır, vəkillə müqavilə bağlamalısınız. Və kassasiya şikayəti də verməsi üçün artıq sizin Hasan imzaya ehtiyacınız olmayacaq, mütləq qaydada vəkillə müqavilə bağlamalısınız, o kassasiya şikayəti verməlidir ali məhkəməyə, hörmətli icracı. Amma nəzərə alın ki, bütün sübutlar məhkəməyə birinci instansiyada təqdim olunmalıdır. Apellyasiyada və ali məhkəmədə heç bir sübut təqdim olunmur. Və bir məsələni qeyd edən sorğularla bağlı, hörmətli icracı. Zəhmət olmasa videonu bəyənin, daha çox şəxsin bu barədə xəbəri olsun. Zəhmət olmasa. Əgər siz hansısa məhkəmə sorğu təqdim edə bilmirsiniz, istəyirsiniz ki, məhkəmə o təqdim etsin, hörmətli icracı. Mütləq qaydada birinci növbədə həmin təşkilata sorğunu göndərsiniz və həmin təşkilat sizə imtina verir ki, biz sizə məlumat verə bilmərik. Həmin məktubun cavabını götürürsünüz, məhkəməyə təqdim edirsiniz ki, biz məlumatı əldə edə bilməzsiniz, xahiş edirəm, siz sorğu verin, götürün. Hörmətli müttəhim hakim. Yəni belə bir formada vəsaiət verirsiniz, hörmətli icracı, nəzərə alın, mütləq qaydada. Və digər məsələ də var, onu da qeyd edən, hörmətli icracı. Digər məsələ ondan ibarətdir ki, əgər siz hansısa bir şahidləri dəvət etmək istəyirsinizsə, mütləq qaydada bunun sizin hüququnuz var. O iş materiallarında olan səhvlərini tanış ola bilərsiniz. Eyni zamanda öz-özə səhvləri təqdim edə bilərsiniz, nəzərə alın. Hörmətli icracı, sonunda xatırlatmaq istəyən ki, şərtlə birlikdə mənim 1800-dən artıqdan yuxarı video var YouTube kanalımda. Bu həmin pensiyadan bağlıdır, həmin müavinətlərlə bağlıdır, həmin belə deyək, sosial yardımla bağlı və digər məsələlərlə bağlı tanış ola bilərsiniz. Kiməsə hüquqi məsləhəti lazım olsa, qeyd olunan telefon nömrəsinə əlaqə saxlaya bilər. YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquqi məsləhətin verilməsi 10 manatdır, ərizələrin yazılması isə 50 manat. Diqqətinizə görə çox sağ olun, abunə olmağı unutmayın, hörmətli icracı. Mütləq qaydada abunə olun ki, o digər şəxslərdə bilsin ki, mənim dünyanın 40 dənə müşahid haqqında hazırladığım kitab satılan 20 manata. Dəstək ola bir-birimizə. Eyni zamanda ona görə bəyəndim ki, hər bir bəyənməyə YouTube bir köpük dəyərlə ödəniş edir. Dəstək ola bir-birimizə. Diqqətinizə görə sağ olun. Sağ olun.